zülmlə, zillətlə, çətinliklərlə, əziyyətlərlə gəlib Çin səddinə çıxmışam. Hazırda yer kürəsinin ən böyük memarlıq abidəsinin, bəşəriyyətin inşa etdiyi ən uzun divarın, Böyük Çin səddinin üzərindəyəm. Bura haqqında çox şey eşitmisiniz, amma indi sizə buranın elə sirlərini açacağam ki, bu divarın hər daşına başqa gözlə baxacaqsınız. Hazırsınızsa tarixin dərinliklərinə və bu sonsuz pilləkənlərə birlikdə baş vuraq. Bu uzun divar bir ilə ərsəyə gəlməyib. Bu divar üçün 2000 il tikinti davam edib. Ümumi uzunluğu isə inanılmazdır. Tam 21196 kilometr. Sizi tarixlə yormaq istəmirəm. Təəccübləndirən o sirlərə gələk. O vaxt sement yox idi. Bəs bu daşlar min illərdir necə belə bərk qalıb? Alimlər aşkar ediblər ki, kərpicləri yapışdırmaq üçün bişmiş yapışqan düyü sıyığından istifadə olunub. Bəli, bildiyiniz düyü bu divarın möhkəmlik simvoludur. Amma bu əzəmətin kədərli bir adı da var. Dünyanın ən uzun qəbirstanlığı. Tikintidə eyni vaxtda 1 milyona yaxın insan çalışıb və ağır şəraitdən vəfat edənlərin çoxu elə bu divarın daxilində dəfn edilib. Yəni hər addımımızda bir insan hekayəsi. Çin səddini gəzmək sadəcə bir səyahət deyil, zaman maşınına minmək kimidir. Əgər bir gün yolunuz bura düşsə, özünüzlə dözümlü ayaqqabılar gətirməyi unutmayın. Çünki bu pilləkənlər bitmək bilmir. Videonu bəyənməyi, hələ də görməyən dostlarınızla paylaşmağı unutmayın. Növbəti dayanacaqda görüşənədək. Çin bu qədər turistsiz qalıb. Buranın nətər düşəcək? Ancaq şəkil çəkirlər.